Qüvvənin verilmiş nöqtəyə nəzərən qolu onun tətbiq nöqtəsindən deyil, təsir xəttindən asılıdır. Bu nə deməkdir? Ümumiyyətlə qüvvə qolu nədir? Qüvvə qolu qüvvəyə endirilmiş perpendikulyarın uzunluğudur. Aha. Düzxətli bərabər sürətli hərəkətdə və çevrə üzrə bərabər sürətli hərəkətdə cisim kinetik enerjisi sabit qalır. Bu həmişə belədir, çünki sürət sabitdir. Üfüqi müstəvidə istər bərabər sürətli hərəkət, istərsə bərabər təcili hərəkətdə potensial enerji sabit qalır. Niyə? Çünki hündürlük dəyişmir. Cismə təsir edən qüvvələrin əvəziyyəti sıfıra bərabərdirsə, biz bilirik ki, cisim düzxətli bərabər sürətli hərəkət edir. Eyni zamanda impuls da sabitdir, kinetik enerji də sabitdir. Mexanikanın qızıl qaydası. Heç bir sadə mexanizm işdə qazanc vermir. Qüvvədən neçə dəfə qazanırıqsa, məsafədə də bir o dəfə itiririk. Ağırlıq qüvvəsinin işi trayektoriyanın formasından yox, başlanğıc və son nöqtələrdən asılıdır. Eyni bir tutaq ki, mərtəbəni biri liftlə çıxır, biri pilləkənlə, amma nəticədə görülən iş eynidir. Çünki başlanğıc və son nöqtələr arasındakı yer dəyişmə eynidir. Yuxarı hərəkətdə ağırlıq qüvvəsi mənfi iş görür, aşağı yönəlmiş hərəkətdə ağırlıq qüvvəsinin işi müsbətdir. Üfüqi müstəvidə bilirik ki, ağırlıq qüvvəsi iş görmür, çünki yer dəyişmə ilə qüvvə perpendikulyardır. Qapalı sistemdə konservativ qüvvələrin iş gördüyü sistemdə tam mexaniki enerji sabit qalır. Bu da enerjinin saxlanma qanunudur. İşdən danışmışkən, qüvvə ilə yer dəyişmə arasındakı bucaq 90 dərəcədirsə, yəni qüvvə yer dəyişməyə perpendikulyardırsa, iş görülmür, iş sıfırdır. Riyazi rəqqasın periodu 2 kök altı L bölgə olduğundan rəqqasın uzunluğundan asılıdır, kütlədən asılı deyil. Yaylı rəqqasın periodu isə 2 kök altı M bölü K artıq kütlədən asılılıq var. Amma həm riyazi rəqqasda, həm yaylı rəqqasda, həm period, həm tezlik deməli amplituddan asılı deyil. Mexaniki dalğanın yayılma sürəti mühitin xəstlərindən asılıdır. Mexaniki dalğaların yayılma sürəti bərk maddələrdə daha çoxdur, çünki zərrəciklər daha sıx yerləşir. Bir mühitdən digərinə keçdikdə period və tezlik dəyişmir. Amma sürət və dalğa uzunluğu dəyişir. Hidravlik presdə təzyiqlərin nisbəti 1-dir, çünki Paskal qanununa görə təzyiq bərabər paylanır. İşlərin nisbəti 1-dir, çünki heç bir sadə mexanizm işdə qazanc vermir. Hidrostatik təzyiq P bərabərdir ρGH olduğundan maye suyunun hündürlüyündən asılıdır, amma bərk maddələrin təzyiqi P bərabərdir F bölü S olduğundan cismin yerə toxunan sahəsindən asılıdır. Beləliklə, hidrostatik təzyiq sahədən asılı deyil. Arximed qüvvəsi mayaya tam batırılmış cisim üçün deməli, batma dərinliyindən asılı deyil. Yəni, cisim hansı nöqtəyə qoysaq da, V batan dəyişmirsə, Arximed qüvvəsi dəyişmir. Molyar kütlə maddənin növündən asılıdır. Vahidi kiloqram bölünsün moldur. Xüsusi istilik tutumu, xüsusi ərimə istiliyi, xüsusi buxarlanma istiliyi, xüsusi yanma istiliyi, bunlar hamısı maddənin növündən asılıdır. Xüsusi istilik tutumunun vahidi joule bölü kiloqram bölü Kelvin, xüsusi ərimə istiliyi joule bölü kiloqram, xüsusi buxarlanma istiliyi yenə joule bölü kiloqram, xüsusi yanma istiliyi joule bölü kiloqramdır vahidləri. Sabit temperaturda, yəni izotermik prosesdə temperaturla birlikdə kinetik enerji və daxili enerji dəyişməz qalır. Sabit həcmdə izoxor prosesdə isə V-ρN sabit qalır. Sabit temperaturda doymuş buxarda P-ρN dəyişmir. Doymamış buxarı isə təzyiqinin temperaturunun asılılığını qurmaq üçün bildiyimiz ideal qaz qanunlarından istifadə edə bilərik. Yəni, asılılıq var. Buxarlanmanın sürəti mayenin növündən, səthinin sahəsindən asılıdır. Temperaturdan, səthin üzərində küləyin olub-olmamasından asılıdır. Böhran temperaturundan yüksək temperaturda artıq maddəni heç bir halda sıxmaqla mayaya çevirmək olmaz. Qazı sıxmaqla maya çevirmək olmaz. Qaynama temperaturu xarici təzyiqlə düz asılıdır. Xarici təzyiq artanda qaynama temperaturu da artır və deməli hündürlüklə tərs asılı olur qaynama temperaturu. Çünki hündürlük artdıqca hər 12 metrdən bir xarici təzyiq azalır və qaynama temperaturu da azalır. Səthi gəlmə əmsalı F bölü L-dir. F-dən L-dən asılı deyil, temperaturdan asılıdır. Young modulu yalnız maddənin növündən asılıdır, vahidi Paskaldır. Dielektrik nüfuzluğu vahidi yoxdur. Epsilon
bərabərdir Y0 böl Y yaxud da S böl S0. Nöqtəvi yükün yaratdığı sahənin intensivliyi Y bərabərdir F böl Q olsa da F-dən Q-dən asılı deyil. Çünki sınaq yüküdür bu. Amma KQ böl R kvadratına görə məsafədən tərs kvadratik asılıdır. Yüklənmiş kürənin daxilində intensivlik sıfırdır. Səthindən uzaqlaşdıqca intensivliyin qiyməti azalır. Potensial da KQ böl R-ə görə məsafədən tərs asılıdır. Amma sınaq yükündən W böl Q-dən asılı deyil. Yüklənmiş kürənin daxilində potensial sabitdir. Səthindən uzaqlaşdıqca isə tərs mütənasib olaraq azalır. Sonra, elektrik sayəsində yükün yerdəşməsi zamanı görülən iş trayektoriyanın formasından asılı deyil. Yenə də başlanğıc və son nöqtələrdən asılıdır. Kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdursa gərginlik U sabitdir. Ayrılmışdırsa Q sabitdir. Elektrik tutumu S bərabərdir Q bölü O olsa da Q-dən O-dan asılı deyil. Epsilon 0 S böl D-dən asılıdır. Müqavimət R bərabərdir U böl I olsa da O-dan Y-dən asılı deyil. Rho böl S-ə görə növündən və ölçülərindən asılıdır. Cərəyan mənbəyin EHG-si və daxili müqaviməti sabitdir. Xüsusi müqavimət maddənin növündən və temperaturundan asılıdır. Müəyyən başlanğıcdan düz asılıdır. Vahidi onvur metrdir. Müqavimətin temperatur əmsalı isə yalnız materialdan asılıdır. Elektrokimyəvi ekvivalent K bərabərdir M böl Q olsa da M-dən Q-dən asılı deyil. 1 böl Y-N-a M böl N-ə görə valentliyindən və növündən asılıdır. Maqnit nüfuzluğunun vahidi yoxdur. B böl B0. Aha, deməli uşaqlar, bu 62-ci hissəsinə diqqətlə baxın, 62-ci bölməyə. Maqnit sayəsində perpendikulyar daxil olan yüklü zərrəcik bilirik ki, çevrə üzrə bərabər sürətlə hərəkət edir və hər il buna aid nəsə bir sual salırlar. Çevrənin radiusu R bərabərdir MV böl QB, period 2PM böl QB, tezlik də bunun tərsidir. Və bu zaman paralel daxil olsa əgər cisim düzxətli bərabər sürətlə hərəkət edir. Perpendikulyar daxil olsa çevrə üzrə hərəkət edir. Və çevrənin periodu tezliyi sürətdən, deməli, impulsdan, kinetik enerjidən və R-dən asılı deyil. Çünki 2PM böl QB yeni aldığımız düstura görə kütlədən və B-dən asılıdır. İonlaşma enerjisi qazın növündən asılıdır. W iyonlaşma bərabərdir MV kvadratı bölü 2 YU və YYL olsa da yalnız maddənin növündən asılıdır. Doyma cərəyan şiddəti I doyma bərabərdir NY, N-dən asılıdır, U-dan asılı deyil. İnduktivlik L bərabərdir Fi böl I olsa da Fi-dən I-dən asılı deyil. Mü L0-a görə Mü-dən asılıdır və maddənin növündən asılıdır. Şüallam hissəlinin səthi sıxlığı tezliyin 4-cü dərəcəsi ilə düz, məsafənin kvadratı ilə tərs və lambdanın 4-cü dərəcəsi ilə tərs asılır. Nüyə görə. Aktiv müqavimət Rho böl S-dir. Bilirik ki, tezlikdən asılı deyil. İnduktiv müqavimət omega L-dir, tezlikdən asılıdır. Tutum müqavimət 1 böl omega S-dir, tezlikdən tərs asılıdır. Linzanın fokus məsafəsi və optik qüvvəsi D-dən, yəni cisim məsafəsindən F-dən, xəyal məsafəsindən asılı deyil. Amma böyük D bərabərdir 1 böl F olduğuna görə fokus məsafəsi və optik qüvvə özləri bir-biri ilə tərs asılıdır. Sındırma əmsalının vahidi yoxdur. Bir mühitdən digərinə keçəndə sındırma əmsalı artırsa, sürət azalır, dalğa uzunluğu azalır. Amma period tezlik dəyişmir. Yaxşı, keçək 74-də. Çünki aradakılar çıxıbdır proqramdan. Fotoeffekt zamanı çıxış işi, lambda maksimum, nu minimum, yəni qırmızı sərhəddə uyğun olan kəmiyyətlər sabitdir. Lambdadan V-dən asılı deyil. Aha. Deməli, fotoeffekt zamanı işığın intensivliyini artırdıqca doyma cərəyan şiddəti və fotoelektronların sayı artır. Sürət, impuls, gərginlik dəyişmir. İşığın tezliyini artıranda sürət, gərginlik, kinetik enerji artır. Amma doyma cərəyan şiddəti və fotoelektronların sayı dəyişmir. Radioaktiv çevrilmədə yarım parçalama periodu sabitdir. Kütlədən, saydan asılı deyil.